Salam əziz izləyicilər. Rus dilində danışan zamanı bu səhvi etməyin. Bunun üçün birinci sözlərin tərcüməsini bilməlisiniz. Rus dilində belə bir cümlə. Ya, mən, prişla, gəldim. Necə deyəsiniz ki, mən bura gəldim. Bunun üçün iki dənə söz var. Сюда, bir də здесь. Hansı daha uyğundur? Я пришла сюда, yoxsa я пришла здесь. Əlbəttə ki, səsdən heç nə başa düşmək olmur. Amma əgər mənalarını bilsəydiniz, o zaman rahatçılıqla bu cümləni deyə bilərdiniz. Я пришла сюда olacaq, mən buraya gəldim. Я пришла здесь, bu yanlış cümlədir. Çünki здесь burada deməkdir. Və əlbəttə ki, Azərbaycan dilində də tərcümə etsəz, Rus dilində də desəz, buradakı doğru variant A variantıdır. Я пришла сюда olmalıdır. İndi isə ikinci cümləmizə baxaq. Я иду в və variantlara baxaq. Birinci variantımız olacaqdır. Şkolu və hər birində də mütləq tələffüzünü qeyd edirəm. B variantında isə şkola. Yenə də tələffüzündə qeyd edək. Variantı hansıdır? Я иду в. Ya nə deməkdir? Mən idu gedirəm və burada ехать feili ilə İtçi feilinin fərqini də bilmək lazımdır. Əgər bu iki sözün arasındakı fərqi bilmirsinizsə, o zaman keçən dəfəki dərsimizi mütləq izləyin. Əgər tapa bilmirsinizsə, o zaman linkini sizlər üçün burada qeyd edəcəm. Mütləq bu mövzunu izləyərsiniz. Ya idu, mən gedirəm, məktəbə. Burada şkola və şkolu bir-birlərinə çox bənzəyirlər. Şkolu, məktəbə. Şkola isə məktəb. Niyə məktəbə? Gəlin onun da izahını deyim sizə. Çünki Rus dilində belə bir qayda vardır. Əgər sözümüz винительный падеждədirsə və женский roddadırsa, o zaman A hərflər U hərfi ilə deyilir, Ya hərflər isə Yu hərfi ilə deyilir. Məsəl üçün, şkola sözü. Şkola A hərfi iləndir. Biz deyirik ki, kuda. Kuda dediyimiz üçün deyirik ki, v şkolu. Və ya biz deyə bilərik ki, женский rodda başqa bir söz. Burada sualımız kuda idi. Yəni, əgər женский rodda kuda sualına cavab verirsə, bir də винительный падежdə женский roddadırsa, o zaman burada gördüyünüz qayda ilə demək lazımdır. Başqa bir şey də deyə bilərik. Misal üçün, я покупаю помаду. Nəyə görə покупаю помаду deyirik? Çünki burada винительный падежdir və pomada sözü, yəni dodaq boyası, женский roddadır. Və женский rodda isə biz A hərfinə U deməliyik. Yəni, я покупаю помаду. Mütləq sualları da bilmək lazımdır. Nəyə görə biz burada я иду в школу da həm V-nı dedik, həm U-nu dedik. Çünki Rus dilindəki dadə yalnızca sözün sonundakı Y hərfi, U hərfi və digər hərflərə görə yox, həmçinin buradakı predloqlarına görə də deyilir. Rus dilində hər zaman predloqları sözün əvvəlində yazırıq. V və na predloqları. Əgər desiniz ki, müəllimə, V və na predloqlarını mən bilmirəm və öyrənmək istəyirəm, zəhmət olmasa rəy bölməsində hansı mövzunu istəyirsinizsə qeyd edin. Və belə cümlələrdə hər zaman danışıq qrammatikası çox önəmlidir. Çünki prişla sözündəki pri pristavkası gəlməkdir. Amma desəydik ki, misal üçün, ya şla,
mən gedirdim olacaqdır. Və burada həmçinin sözlərin mənaları, tələffüzləri də önəmlidir. Predloqlar bilmək lazımdır. Padejlər, bir də rodda bilmək önəmlidir. Bunun hamısı danışıq qrammatikasıdır və rus dilində buna Русский язык как иностранный proqramı deyilir. Hansı ki, əgər siz rus dilini öyrənmək istəyirsinizsə, bu proqramla öyrənməlisiniz. Bir var adi danışıq, bir də var xüsusi proqram. Həmin xüsusi proqram isə bu proqramdır. Və mən də həm indiki dərslərimdə, həm də ki onlayn dərslərində hansı ki siz də müraciət edə bilərsiniz, hər zaman burada gördüyünüz xüsusi proqramdan istifadə edirəm. Nəyə görə xüsusi proqramdır? Çünki keyfiyyətli dərsdir. Həm tez öyrənilir, həm də ən əsası rahat öyrənilir. Danışmağa və dilə önəm verilir. Əgər videomuzu bəyəndinizsə, zəhmət olmasa Smart Learning kanalına abunə olmağı unutmayın. Dostlarınızla da paylaşa bilərsiniz. Rəylərinizi gözləyirəm, like'larınızı gözləyirəm və həm xanımlar, həm də bəylər burada gördüyünüz nömrə ilə əlaqə saxlayaraq istənilən ölkədən, istənilən yaşdan hər kəs müraciət edə bilər. Yaşım böyükdür deməyin, xanım və bəylər olduğunuza görə, yəni xanımlara dərs keçirlər, bəylərə keçirməz deyə düşünməyin. Çünki rus dilini öyrənmək istəyən və fikrində ciddi rus dilindən məşğul olmaq istəyirsinizsə, qoşula bilərsiniz. Növbəti dərslərə qədər hələlik, de svidaniya.